Bəlkə bir insan ola deyək ki, bu ayda mən az qalıram, susuz qalıram, işə gedirəm, bunlar mənə çətin olur. Yəni işin arasında susuzurdum, bir su içirdim, çay içirdim, indi bütün bu şeyləri qırağa qoymaram, çətin işdir biləmə. Buyurdu, bunu yadınıza salın. Qiyamətdə də insanlar ac qalıb susuz qalacaqdır. O insan ki, bu dünyada ibadətləri yerinə yetirmədi, o insan ki, bu dünyada günahlardan çəkinmədi, ibadət ki, vacibdir, gərək yerinə yetirəydi, əməl edəydi, əməl etmədi. Günahdan gərək çəkinəydi, çəkinmədi, əməl elədi o günahlara. Bu insan o cəhənnəmə düçar olacaqdır ki, orada elə aclıq, susuzluq vardır. Özü də qiyamətin günlərinin haqqında bu ayəni oxuyayım. Burada innə yevmən ində rabbikə kəəlfi sənətin mimma təudun. O dünyanın günləri bu dünya ilə fərqlidir. Bu dünyada 24 saat keçir olsun bir gün. Burada o dünyada bilirsiniz nə qədər keçər? 1000 il geçər ta bir gün olsun. Yəni bu dünyanın günləri ilə 1000 il bərabər gəlir o dünyanın bir günü ilə. Belə bir cəhənnəmdir. Buyurdu ki, ac qalıb, susuz qalırsınız. Amma cəhənnəmin aclıq, susuzluğun, qiyamətin aclıq, susuzluğun yadınıza salsanız, bu aclıq, susuzluq sizə rahat olar. Da incimərsiniz, rahat dözərsiniz buna.